Bəşərin tarix boyu nailiyyətləri olub. Nailiyyət nədir? Nailiyyətlər ondadır ki, bir şeyin barəsində bəşəriyyət o qədər önə gedə, onun ən ali zirvəsinə çatar. Müasirlik elə ən ali zirvəyə deyərlər müasirlik. Bəzən müasirliyi cəmaət elə bilirlər müasirlik, yəni günün moduna uyğunluq deməkdir. Yox. Müasirlik sözünün mənası əsrin nailiyyəti demək. Bir adam ki, dünənləri gəldi bir şey düşündü, məsələn düşündü ki, vətəni qorumağa, vətən torpağın, İslam torpağın qorumaq bizim görəvimizdir. Bu düşüncənin, vətən sevgisi düşüncəsinin ən ali nailiyyəti. Bu ən ali nailiyyətə çatandan sonra bu düşüncə adlanır müasir düşüncə. İndi yaxşı 5 ildən sonra cəmaət gəlsələr, birdən vətən haqqında dəyərlərini itirsələr, vətənə sayğısız olsalar, deyəcək bu günləri müasir düşüncə vətənə sayğısızlıqdır. Yox, bu müasirlikdən dönməkdir. Bu müasirliyi tapdamaqdır. Yəni o ən ali, bu mövzuda nail olduğunuz ən ali düşüncədən geriləmək deməkdir.